Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Natəvan qəsəbəsində, eyni zamanda Türklər qəsəbəsində 8 sot torpaqda, deməli, bir böyük salı, eyni zamanda 4 otağı olan, bax bu qarşıda gördüyünüz 4-cü otaq kimi deyirəm bu sözü. Bax belə bir həyət evinin qiyməti, deməli, 77.000 manatdır qiymətində. Mən bildiyimə görə bir balaca razılaşma olmalıdır. Onu da deyim ki, sənədi çıxarışdır. Yəni evin öz sənədi 137,3 kvadrat metrdir. İpoteka yararlıdır. 2008-ci ildə tikilib, bağışlayın. Deməli, bax bura hamamıdır. Hamamı böyükdür. 2 tonluq su bakı var. Kolonka sistemidir. Stil sistemi bura razdivalkadır. Qarşıda həmin zonadır. Bax bu otağın ölçüsü 4-ün 5-ədir. Yenidən mən sizə, qarşıda isə mətbəq yerləşir. Mətbəqin ölçüsü 3-ün 4-ə. Polu möhkəm materialdır. 2 qat kubiklə hörülüb kürsülüdür. Bura isə mətbəqidir. Bax, yenidən mən sizə mətbəqini göstərirəm. Eyni zamanda 4-cü otaq kimi də hesab etmək olar, hesab etməmək də olar. Yəni, bax, bura qapıdan giriş hissəsidir. Onu demək istəyirəm. Ancaq əsas 3 otaq arxadadır. Bir də ki, böyük salı. Bax, bu zalın uzunluğu 8, eni 5 metrdir. Otaqlardan birinin ölçüsü 6-nın 4-ə. Bax, bu həmin otaqdır. Bax, gördüyünüz kimi belə böyük bir otağı var. İndi isə ikinci otağa keçirəm. İkinci otağın ölçüsü isə 5-in 4-ədir. Bax, bu cürdür. İndi harada yerləşmək haqqında sizə bir neçə saniyədən sonra məlumat verməliyəm. Bura isə deməli 3-cü otaqdır. 3-cü otağın da ölçüsü 5-in 4-ədir. Bax, belə bir həyət evinin qiyməti 77.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Yenidən siz zalını görürsünüz. Bax, otaqlar, deməli, bax, 2 otaq. Sağ tərəfdə isə 3-cü otaqdır. İndi isə bağçasına çıxıram. Gördüyünüz kimi, bax, orta təmirlidir. Bax, bu cürdür. Yenidən mən qapıdan giriş hissəsində yerləşirəm. Bax, bura 4-cü otaq kimi hesab etmək mümkündür. İnsə bağçasına çıxıram. Deməli, bu həyət evi, bax, sizə belə deyim də, qəsəbənin 33 nömrəli marşrut ilə gəldikdə, yəni mən həmin marşrut ilə gəlmişəm, ona görə bu söz dedim. Deməli, qəsəbənin içindən gəldikdə, asfalt yolu ilə sola döndükdə, bu Semişka Sexnə tərəf, bax, həmin pavorotdan bu həyət evinə qədər olan məsafə 260-270 metrdir. Bunu konkretini deyirəm, çünki özüm şəxsən ölçmüşəm. İndi isə evin üst hissəsini görmək mümkündür. Bax, görürsünüz, krişası təzədir, 2 qat kubiklə hörülüb, kürsülüdür. Bunu görmək mümkündür. Bundan başqa, bax, həm orada deməli, Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Şəhidimizin şəklidir orada. İndi isə, bax, həmin, yəni o şəhidimizin şəklini ona görə dedim ki, bax, həmin deməli yerdən, həmin nöqtədən, bax, sola döndükdə 33 nömrəli marşrut gəlir. Sola döndükdə Semişka Sexnə tərəf. Bax, həmin ərazidən bu həyət evinə qədər olan məsafə 260-270 metrdir. Yenə deyirəm, Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Burası isə Badvalıdır. Badvalı mətbəqin alt hissəsində yerləşir. Evin xarici görünüşünü görmək mümkündür. İndi isə bağçasını sizə göstərirəm. Pafaktu deyilənə görə 8 sotdan çoxdur, ancaq sənəddə 8 sotdur. Onu da deyim ki, ipoteka yararlıdır. Bağçasında təxminən 25-dən çox ağac növ var. Burası isə parnikdir. Parnikdə hal-hazırda nanə yetişir. Bax, belə bir həyət evinin qiyməti 77.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.